bitirdi sözü. Uşaqlar, biz bilirik ki, bitirdi, köçürdü, ötürdü bu kimi feillərimiz var ki, bunları biz iki cür təhlil edə bilərik və burada da bizə sxemini verib. Deyir ki, kök, leksik və qrammatik şəkilçi formasında olsun. Deməli, biz ikinciyə leksik şəkilçi kimi yanaşdıq. İndiki zamanda və doğru fikri tapmalıyıq. Bizə deyir ki, indiki zamanda xəbər şəklindədir. İndiki zaman deyə bilərik, xeyr, ona leksik demişdik. Getdi. Tərkibində hissəci işlənib. Əgər bu indiki zaman olsaydı, mən buna hissəci kimi yanaşa bilərdim. Bunu da deyə bilmərəm. Vurğusu indiki zaman şəkilçisinin üzərindədir. Axı, burada indiki zaman yoxdur. Burada keçmiş zaman var. Başlanğıc formasında zaman şəkilçisi ilə homonim olan qrammatik şəkilçi işlənib. Uşaqlar, bura qədər düz idi. Bu məsələyə qədər düz idi. Amma burada mənə qrammatik yazmağı səhvdir. Çünki başlanğıc formam haradır? Və başlanğıcda il işlənib. Zaman şəkilçisindən indiki zamandan düzdür, homonimliyi var. Sadəcə olaraq o leksik deyil, qrammatik deyil. O leksikdir. Şərtdə də bizə leksik verib. Şöyle keçmiş zamanda olması dəqiqdir. Bəli, bu artıq şöyle keçmiş zamanın şəkilçisi olacaq. Doğru variantım Y variantı olacaq. Gələk. Bu qədər əziz şagirdlər, ümid edirəm sizin üçün öyrədici, anlaşıqlı bir izah oldu. Digər nümunələrdə görüşərik. Sağ olun.